Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə birlikdə 6-cı sinif təsvir sənət fənnində KSRG 4 variant A və B suallarını bir yerdə işləyək. Əvvəlcə birinci sualdan başlayaq. Təkrarlanan naxış nə adlanır? Nöqtələrin yerinə hansı variant uyğun gəlir? Deməli, təkrarlanan naxış nə adlanır? Ornament. Cavab C variantı. Nəbati isə ornamentin bir növüdür. Ritm sözü isə növbələnmə və arıcılıq deməkdir. İkinci sual. Qartal başlı əfsanəvi varlıq nə adlanır? Kentavr, qrifon, meandr. Bunu yadda saxlamağın bir yolu var. Qartal başlı Q, qrifon Q. Baş hərflərini yadda saxlamaqla uyğunlaşdıra bilərsiniz. Deməli, ikinci sualın cavabı B variantı qrifon. Üçüncü sual. İslimi naxışına bənzər, daha da çətin tərtib olunmuş element nə adlanır? Xətai, islimi, vağvağı. Cavab A variantı xətai. İslimi naxışına bənzəyir, ancaq daha da çətin tərtib olunmuşdur. Dördüncü sual. Qədim Misirdə yaşlı rəngin mənası nədir? Ölməzlik, həyat, tanrı. Qədim Misirdə yaşlı rəngin mənası həyatdır. Tanrı mavi rəngin mənasıdır. Ölməzlik isə qızıl rəngin mənası hesab olunur. Beşinci sual. Qədim Misirdə mavi rəngin mənası nədir? Həyat dedik ki, yaşıl rəngin mənasıdır. Tanrı isə mavi rəngin mənası hesab olunur. Cavab B variantı. Ölməzlik isə qızıl rəngin mənası hesab olunur. Altıncı sual. Hansı sütunun bazası olmur? Dorik, ionik, klorif. Deməli, cavab A variantı. Dorik sütunun bazası olmur. Yedinci sual. Hansı sütunun kapiteli spiralvari formada, gövdəsi incə və uzun olur? Dorik, ionik, klorif. Cavab B variantı ionik. İonik sütununda kapiteli spiralvari formada və gövdəsi incə, uzun olur. 8-ci sual. Lalələr əsəri hansı rəssama aiddir? Mahmud Tağıyev, İlqar Əkbərov, Xalidə Səfərova. Lalələr əsəri İlqar Əkbərovun əsəridir. Cavab B variantı. 9-cu sual. Aşıq Ələsgər əsəri hansı rəssama aiddir? Maral Rəhmanzadə, Böyükağa Mirzəzadə, Xalidə Səfərova. Aşıq Ələsgər Böyükağa Mirzəzadənin əsəri hesab olunur. 10-cu sual. Mona Lisa əsəri portretin hansı növündə işlənilib? Təntənəli, mənzərə və kameral. Portret özü iki növə bölünür. Təntənəli və kameral. Mona Lisa əsəri hansı növdədir? Kameral. Cavab C variantı. Kameral portret nədir? İnsanın fərdi xüsusiyyətləri vurğulanır. 11-ci sual. Səttar Bəhlulzadə portretini hansı rəssam işləyib? Xalidə Səfərova, Tağı Tağıyev, Səttar Bəhlulzadə. Deməli, Səttar Bəhlulzadənin portretini Tağı Tağıyev işləmişdir. Cavab B variantı. 12-ci sual. Abbas Mirzə Qacar portreti hansı növdə işlənilib? Dedik ki, portretin iki növü var. Təntənəli və kameral. Deməli, Abbas Mirzə Qacarın portreti isə təntənəli növdə işlənmişdir. Təntənəli növ hansıdır? Daha çox insanın cəmiyyətdə tutduğu mövqeyi əks etdirir. Daha çox mənzərə fonunda əsərlər işlənilir. 13-cü sual. Fəryum sözünün mənası nədir? Günəş, mənzərə, dəniz. Fəryum ərəb dilində fəryum dəniz deməkdir. Cavab C variantı. 14-cü sual. Kameral portretdə nələr əks olunur? Dedik ki, portret özünün iki növə bölünür. Kameral və təntənəli. Kameral portretdə daha çox insanın fərdi xüsusiyyətləri vurğulanır. 15-ci sual. Təntənəli portret haqqında danışın. Dedik ki, portret özü iki növə bölündü. Kameral və təntənəli. Kameral portreti danışdıq. İndi isə təntənəli portret haqqında danışaq. Təntənəli portreti isə daha çox insanın cəmiyyətdə tutduğu mövqeyi əks etdirir. Mənzərə fonunda, at üzərində insanlar təsvir olunur. 16-cı sual. Janrlardan birini seçərək həmin mövzuda rəsm çəkin. Janrlarımız hansılardır? Mənzərə, portret, natürmort, məişət, animalistika, əsatir. Yəni, bu janrlardan birini seçərək o mövzuda rəsm çəkməyi tələb edir. A variantı bu qədər. B variantı birinci sual. Portret neçə növə bölünür? 3, 4, 2. Dedik ki, portret nədir? İnsanın sinəyədək olan təsviri adlanır və iki növə bölünür. Təntənəli və kameral. İkinci sual. Örtüşlü qadın əsəri portretin hansı növündə çəkilib? Mənzərə, kameral, təntənəli. Cavab B variantı kameral. Dedik ki, portret iki növə bölünür. Təntənəli və kameral. Kameral nədir? İnsanın fərdi xüsusiyyətləri vurğulandığı növdür. Üçüncü sual. Hacı Zeynalabdin Tağıyevin portreti hansı növdə çəkilib? Natürmort, təntənəli və kameral. Hacı Zeynalabdin Tağıyevin portreti təntənəli növündə işlənmişdir. Yəni, insanın cəmiyyət tutduğu mövqeyini, at üzərində, mənzərə fonunda rəsmləri çəkilir. Dördüncü sual. Hansı variantda Tahir Salahovun əsəri qeyd olunub? Aşıq Ələsgər, Narlar, Göygül. Aşıq Ələsgər Böyükağa Mirzəzadənin əsəridir.
Narla Tahir Salahov, Göygöl isə Vəcihə Səmədova. 5-ci sual. Hansı variantda Vəcihə Səmədovanın əsəri qeyd olunub? Göygöl, Aşıq Ələsgər, Samovarlar. Bayaq dedik ki, Göygöl əsəri Vəcihə Səmədovanın əsəridir. Cavab A variantı. Aşıq Ələsgər Böyükçağan Mirzəzadə, Samovarlar isə Məhəmməd Orucovun əsəri sayılır. 6-cı sual. Hansı sütunun kapiteli 4 tərəfdən eyni görünüşə malikdir? Dorik, ionik, Korif. Cavab C variantı. 7-ci sual. Yunan rəssamlarının ixtiralarından biri olan kişi fiqurları nə adlanırdı? Karyatidlər, Atlantlar, Palmetta. Karyatidlər qadın fiqurlarına deyilirdi. Atlantlar isə kişi fiqurlarına adlanırdı. Cavab B variantı. 8-ci sual. Hansı sütunun novşaları daha dərin olur? Korinf, ionik, dorik. Cavab B variantı ionik. Sütunun novşaları daha dərin olur. 9-cu sual. Qədim Misirdə qara rəngin mənası nədir? Ölməzlik, dirçəliş, həyat. Ölməzlik dedikcə qızıl rəngin mənasıdır. Dirçəliş isə qara rəngin mənası hesab olunur. Həyat isə yaşıl rəngin mənasıdır. 10-cu sual. Qədim Misirdə qızıl rəngin mənası nədir? Ölməzlik, tanrı, həyat. Cavab A variantı ölməzlik. Tanrı isə mavi rəngin mənası hesab olunur. Yaşıl isə həyat. 11-ci sual. Parfenon məbədinin sütunları hansı üslubda tikilib? Korinf, ionik, dorik. Parfenon məbədinin sütunları hansı növdədir? Cavab C variantı dorik. 12-ci sual. Əyri zolaq və xətlər şəklində ornament, bəzək, naxış nə adlanır? Xətai, islimi, meandr. Əyri zolaq və xətlər varsa, cavab C variantı meandr olacaq. 13-cü sual. Həyət ağacı, Bizans relyefləri ornamentin hansı növündə yaradılmışdır? Əgər budaq, gül, çiçək varsa, bunlar nəbati olacaq. Cavab A variantı. Zoomorfda daha çox heyvan təsvirlərindən istifadə olunur. Həndəsidə isə dairə, üçbucaq, kvadratdan istifadə olunur. 14-cü sual. Kameral portretin xüsusiyyətlərini qeyd et. Deməli dedik ki, portret iki növə bölünür. Kameral və təntənəli. Təntənəli portretdə daha çox insanın cəmiyyət tutduğu mövqe əks olunur. Yəni at üzərində, mənzərə fonunda. Ancaq kameral portretdə isə insana fərdi xüsusiyyətləri vurğulanır. Yəni onun xasiyyəti, fərdi xüsusiyyətləri. 16-cı sual. Ornamentin bir növünü seçib rəsm çəkin. Dedik ki, ornament özü nədir? Təşkil olunan naxışa deyilirdi. Neçə növü var? 3 növü. Nəbati, zoomorf, həndəsi. B variantı isə bu qədər.